Azərbaycan TikTokunda baş verənlərə baxıb reaksiya bildirir. İzləmədə olun. Yaxşı, əlini salarsan paraşoklu suyun içərisinə. Paraşoklu su yoxdur, adi su olsa olar. Gəlin bir dənə tez qız gətir, tez elə bir uruşqa ilə bir kağız gətir. Uruşqa gətirdim mən. Buradadır uruşqa. Sözlər deyim, onları da yaz günə. Aha, yenə yazaq. Yazıram. Sən onu apar qoy günə kravatın altına. Yaxşı, yadıma salarsan bunu da eləyərəm. Hə. Aha. Shankara Ramanutka. Yox, olmadı da bu normal bir sözdür. Madafaka. Biabırçılıq. Shankara Ramanutka Madafaka. Aha. Bu da real qulaq asır. Elə bilir buna normal dua deyir. İnsanların həqiqətən də cahil olmaqları və burada çox pis bir şeydir. Həqiqətən də biabırçılıqdır. Axırıncı nə? Madafaka. Madafaka da 2 Öz dənə. 2 dənə də ağ olduğunu vurğulayır. Halal olsun sənə. Həqiqətən də. Sonda kutuma kutu, bir də öz adı. İnsan cahil olanda bax belənsə insandan məzələnirlər. Hə. Biabırçılıq. Oxu bir dənə açdım mən, biləcəyim mən. Haydi. Biabırçılıq həqiqətən də biabırçılıqdır. Şakara, İşo Şakara var. Shankara, Aha. Patonu, Ramanutka. Ramanutka, Madafofa, Madafofa yox, Madafofa yox. Madafaka. Biabırçılıq. Madafaka, hə, Aysa. Madafaka. Hə. İndi qulaq. Tumaka, Hə. Tumaktu, Hafizə. Hafizə. Bu sözləri axşam yeməkdən sonra eləyirsən, yaxşımı? Həqiqətən də biabırçılıqdır. Bax, insanlar belə insanlara inanır. Halbuki bu insan sizlə məzələnir. Biabırçılıq, yəni insan bu qədərmi cahil olar? Həqiqətən də Allah bəzi insanlara hidayət eləsin. Allah insanın ağlını əlindən almasın. Həqiqətən də biabırçılıqdır. Yeməkdən sonra ücə yatana yaxın. Yenə bax, bu sözləri oxuyursan. Özə paraşoklu su ilə, bilmirəm paraşokun buna nə dəxlisi var. O paraşoklu suyun içərisinə öz bax üstünə Plus üstünə yaxacaqsan gərək. Belə, bax belə sıçradır. İşə sıçradırsan. Bu insan həqiqətən də çox Həmin bu qanzulya cadusu səndən artıq təmizlənəcəkdir. Özündə biabırçılıq həqiqətən də. Bu cadının adını da dedi.